uşaqların yarısı yox idi. Qolları, əlləri bütöv yaralayan elə bir vəziyyətdə idi ki, heç Hollywood filmlərində elə şey görülmürdü. Yəni bunlar qəhrəmanlıqla döyüşürlər, ona görə də torpaqdan azad oldular. Hamısına kömək lazımdır. Kömək də lazımdır. Dövlət də, bəli, dövlət göndərdi, Türkiyədə müalicə olub, başqa ölkədə müalicə olundular. Dövlətdən də olmayaq da, biz necədir? Özümüzün Azərbaycanımızda həqiqətən özünü bilən insanlarımız, vətəndaşlarımız çoxdur. Bu uşaqların nəyə lazımdır? Məsələn, kimsə bir dənəsi, elə hər kəs bir dənə qazini götürsə, biz özümüzü demirik, bizi onsuz da heç bir şəhid anasıyam, bir oğlum idi, getdi, ailəsi, yəni oğlum yox başqa geridə, uşağın atası yox geridə durum deyim. Mən heç özümü demirəm, amma bu uşaqlar elə cavandılar. Bunların ömrü qabaqdadır, bunlar evlənməlidir, uşaq böyütməlidirlər, ailəni saxlamalıdırlar. Kimsə bunların hərəsinin birini götürüb, himayədarlığına götürsə, onsuz da nəyə qalıb dövlət durğuzu bayanır. İnanın ki, o adam özünə də ahirəti yazdırar. Allah tərəfindən özünə də ahirəti yazdırar. Heç olmasa bu uşaqların da bir üzü gülər. Bizim qəhrəmanlarımız da indi orada canlarını qoyublar da həqiqi mənada və göz qabağında da Rusiyada da çoxdur, millətimiz döyüşürlər, propaganda edirlər və indi o vaxtda bizim iş adamlarımız, o pul olan şəxslər oradan da Qarabağa çök kimi getdilər. O vaxtda görürsünüz, hər bir kəs evindəki tikəsini də aparırdı. O vaxtda vətənpərvərlik pik nöqtəsində idi. Rəna xanım, siz burada həqiqətən indi baxıram bu qısa müddətdə gördüyümdən belə şahidlik edirəm ki, həm sizi burada sevirlər, siz hər kəsə bir ana qayğısı ilə yanaşırsınız, bir bacı qayğısı ilə yanaşırsınız, bir valideyn qayğısı ilə, yəni də bir də bir həkim olaraq, yəni çox qayğı ilə yanaşırsınız. Mən buna şahidlik etdim. Hər kəs. Ona görə də mən sizə təşəkkür edirəm. Ən aşağı vəzifəsindən gələn. Biz onu şahid edirik.